Elçibəyin Naxçıvanlı olmaması barədə qardaşı oğlu məsələni təsdiqləyib. Milli Azadlıq Hərəkatının liderlərindən biri Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyi hamı əslən Naxçıvanlı kimi tanıyır. Rəsmi sənədlərə görə Əbülfəz Elçibəy 1938-ci ildə 24 iyunda Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. Orta məktəbi də Ordubadda bitirib, amma çoxlarının Naxçıvanlı olaraq tanıdığı Əbülfəz Elçibəy əslən Muxtar Respublikadan deyilmiş. Modernaz bu barədə Elçibəyin əsl nəcabəti ilə bağlı iddialara aydınlıq gətirmək üçün sabiq eks-prezidentin qardaşı oğlu Hürrü Əliyevlə əlaqə saxlayıb. Elçibəyin qardaşı oğlu əslən Naxçıvanlı olmadıqlarını təsdiqləyib. O bildirib ki, Əbülfəz Elçibəyin həm ana, həm də ata tərəfi fərqli bölgələrdəndir. Yəni, hər iki tərəf Naxçıvanlı deyil. Ana tərəfimiz Qərbi Azərbaycandan, Qafan rayonunun Pirdavdan kəndindəndir. Bu dəqiqdir. Onlar keçən əsrin əvvəllərində 1915-ci illərdə Qərbi Azərbaycandan Ordubadın Kələki kəndinə köçüblər. Burada da nənəmlə babam ailə həyatı qurublar. Hürrü Əliyev ata tərəfdən Güney Azərbaycandan, yəni Ərdəbildən olduqlarını qeyd edib. Bizim ata tərəfdən soyumuz Güney Azərbaycandandır. Kökümüz Ərdəbildəndir. Ata-babalarımız əvvəlcə Ərdəbildən Xoyun Zunuz kəndinə, oradan da Naxçıvanın Kələki kəndinə köçüblər. Ata soyumuz Səfəvilər təriqətinin əsasını qoyan Şeyx Səfiyyəddin Ərdəbilinin xələflərindəndir. Bizim ulu babamız Şeyx Sədrəddindir. 500 illik soy səcərəmizin rəsmi dəri üzərində ərəbcə yazılmış. Bu forması bu dəqiqə Əbülfəz Elçibəyin ev muzeyində saxlanılır. Mənim özüm də soyumuzun kökü ilə maraqlanırdım ki, Əbülfəz Elçibəy kimi qeyri-adi adam necə yetişib? Elçibəy Seyid nəslindəndir, lakin biz Seyid nəslindən olduğumuzu göstərən mir sözünü götürməmişik.